Salam, xoş gördük. Elə məlumatlar var ki, onu sizə ancaq mən deyirəm, başqa heç kim demir. Məsələn, sizin əgər birinci ixtisas qrupu üzrə blokdan misal üçün 10 balınız, buraxılışdan 190 balınız varsa, Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisasını yaza bilərsiniz. Bilirdiniz bunu? Buraxılışdan ümumi 200 balınız varsa, kifayət edir ki, siz memarlıq ixtisasını yaza biləsiniz. Söhbət Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisasından gedir. Və yaxud da şəxsdir. 7 bal yığıb blokdan, amma buraxılışı 193-dür. Bu da Memarlıq İnşaat Universitetinin memarlıq ixtisasını yaza bilər. Yəni burada buraxılış blok ümumi balın 200 olmasıdır. Blokdan limiti keçməyə də bilərsiniz. Bu problem yaratmır. Amma ümumilikdə siz mütləq şəkildə ümumi 200 balınız varsa, blokdan istəyir 10 olsun, 3 olsun, heç olmasın. Amma 200 balınız varsa ümumi birinci qrup üzrə siz memarlıq ixtisasını yaza bilərsiniz. Amma bu ixtisasın qabiliyyət imtahanı var. Qabiliyyət imtahanına mütləq şəkildə məqbul almaq lazımdır, keçmək lazımdır. Qabiliyyət imtahanı qeyd hələ başlamayıb. Yaxın günlərdə başlayacaq. Qabiliyyət qeydiyyatı üçün əlaqə nömrəmiz profildə qeyd olunub. Müraciət edə bilərsiniz.